Herkese salamlar. Bu dərsimizdə Pythonda obyekt yönlü proqramlaşdırmanın 4 əsas prinsipinin nə olduğunu və harda necə istifadə edilməlidir onu öyrənəcəyik. İlk prinsipindən başlayaq. Encapsulation, hansı ki, əhatəlik ya da kapsulaşdırma deyə bilərik. Burada əsas məntiq klass daxilində məlumatların, hansı ki, atributların və onlarla işləyən funksiyaların, yəni metodların bir yerə yığılmasıdır. Yəni bir növ kapsulaşdırma edirik. Əsas məqsəd obyektin daxili vəziyyətini gizlətmək və ona birbaşa xaricdən, yəni başqa istifadəçilərdən müdaxiləni məhdudlaşdırmaqdır. Bu formada məlumatın yanlış və yaxud da arzu olunmaz şəkildə dəyişdirilməsinin qarşısının alınması mümkün olur. Gördüyünüz kimi burada şəkildə də hamısı bir klassın daxilindədir. Fərqi yoxdur, internal və yaxud da başqa növ olsun. Məlumatların hamısı eyni klass daxilindədir. Və biz burada Python eyni zamanda atributların gizlənməsini bir mərhələyə qədər birbaşa dəyişdirilməsindən qoruyaraq icazə verir. Digər bir haqqında danışmaq istədiyim prinsip inheritance, hansı ki biz irsiyyət də deyə bilərik bir növ. Burada əsas məntiq yaranan yeni klasslarda mövcud sinifdən xüsusiyyətləri və funksiyaları avtomatik almaqla kodun təkrar istifadəsini təmin etməkdir. Yəni, uşaqlar necə valideynlərin xüsusiyyətlərinin bəzilərini özündə daşıyırsa, burada da eyni məntiqdən istifadə olunur. Yəni, bizim əsas klassımız var, biz buna parent klass deyirik və daha sonra yeni yaranan klasslar uşaq sinifləri ya da klassları adlanır. Hansı ki, öz məlumatları da var fərqli olaraq, amma valideyndən də bəzi məlumatları götürür. Burada inheritance klassları dəyişdirməyimizə və onları genişləndirməyimizə bir növ daha rahat formada imkan yaradır. Sadəcə burada əsas məsələ odur ki, yeni klass yaradarkən biz hansı valideyn parent klassına istifadə etdiyimizi qeyd etməliyik. Ya burada nümunə olaraq onu deyə bilərəm ki, məsələn, user məlumatlarınız var. Hansı ki, ad, soyad, doğum tarixi, harda yaşayır falan. Bunlar hamısında ortaqdır. Yəni, bu sizin əsas klassınızdır. Amma ki, məsələn, siz userləri iki hissəyə bölürsünüz. Məsələn, tələbələr və işləyənlər. Bu zaman artıq bir hissədə sizin klasslarınız ayrılır. Yəni, məlumatlarınız. Siz tələbələrdən hansı universitetdə oxuyur soruşacaqsınız, amma işləyənlərdə harda işləyir deyə soruşacaqsınız. Digər bir prinsipimiz polimorfizm, hansı ki, çoxşəkillik deyə bilərik. Burada fərqli siniflərin eyni adlı metodlarına fərqli davranmasını təmin etmək olur. Gördüyünüz kimi eyni metoddur, sadəcə fərqli mühitlərdə fərqli davranır. Bu proqramlaşdırma zamanı eyni interfeys vasitəsilə müxtəlif obyektlərlə işləməyə imkan yaradır. Digər bir son olaraq prinsipimiz abstraction gedir, hansı ki, izahlılıq da deyə bilərik. Burada əsas məsələ istifadəçiyə lazım olan əsas məlumatı və metodların göstərilməsi, mürəkkəb detalları, məlumatları onlardan gizlətməkdir. Obyekt yönlü proqramlaşdırmada abstrakt siniflər və metodlar tətbiq olunur ki, bu da məntiqi və funksional struktur yaratmağa imkan verir. Pythonda abstrakt siniflər, abstract base class deyə bir modul var, kitabxana. Ondan istifadə etməklə yaradıla bilir. Abstrakt sinifdən birbaşa obyekt də yaradıla bilmir. Məsələn, gördüyünüz kimi bizim bir klassımız var. Burada bir çox məlumatlar var. Amma userə onun yalnızca bu ikisi lazımdır və biz proqramı elə klasslarda elə istifadə edirik ki, yalnız user bu ikisini də görür, digərləri arxa fonda işləyir. İndi isə kodla nümunəsinə baxaq onların. İlk öncə encapsulation hissəsindən başlayaq.
Encapsulation hissəsində praktiki nümunə üzərindən keçsək, biz bir klass yaradaq, hansı ki, bank account deyək buna və initial funksiyamızı yaradaq. Burada save. Daha sonra bizdə ad olacaq, hansı ki, username və balansımız deyək. Default olaraq da biz balansa 0 deyirik. Çünki balansımız banka hesablarında mənfi ola bilmir. Yəni minimum 0 olur. Default olaraq o dəyəri veririk. Daha sonra atributumuzu yaradırıq. Ad bərabərdir ad. Bu artıq bizim public atributumuz, yəni public xüsusiyyətimiz olur. Hansı ki, hər kəs ona birbaşa daxil ola bilir. Digər bir atributumuz balans atributudur. Balans deyirik. Bu bizim private atributumuzdur. Əslində, yəni gizlənmiş atribut kimi istifadə olunur. Çünki biz istəmirik ki, balansımızı bizdən başqa kimsə görsün. Daha sonra yeni bir funksiya daha yazaq. Burada məsələn mən pul çəkmək istəyirəm. Bunun üçün funksiya olaraq pul çıxartmaq deyək. Funksiya yaradıram və təbii ki, funksiyamın klassımın özünü, obyektimin özünü çağırıram. Daha sonra bir parametrim var, hansı ki, çıxartmaq istədiyim miqdar. Və şərt qoyuram ki, əgər miqdar balans desəm, yəni balansımdan kiçik olsa, burada 2 dənə underscore-dan istifadə etdim. Əslində bunu burada da yazmalıydım, unutmuşum. 2 dənə underscore-dan istifadə etmək bizim atributumuzu private edir. Yəni bir növ gizlənmiş atribut kimi istifadə olunur. Gördüyünüz kimi arasındakı fərq bu publicdir, bu privatedir. Və artıq burada balans atributuna klassımızın daxilində təhlükəsiz şəkildə istifadə olunmaq mümkündür. Və mən şərtimdə deyirəm ki, miqdar mənim balansımdan kiçik və yaxud da ona bərabərdirsə, mənim balansımdan onu çıx, balans deyək, miqdar. Artıq burada biz balansı yeniləyirik və eyni zamanda mən ekrana yazdırmaq istəyirəm ki, miqdar deyək və daha sonra balans eyni qaydada balansımı ekrana yazdırıram. Və əgər mənim if şərtim ödənməzsə, else yazıram ki, mənə ekranda çap etsin ki, balansınızda kifayət qədər məbləğ yoxdur. Etmiş. Və başqa bir funksiya da yaza bilərik ki, hansı ki, biz balansı private etmişdik və private məzmunu istifadəçilərə göstərmək məqsədi ilə funksiya da yaza bilərik. Məsələn, deyə bilərik ki, def balans göstər. Burada təbii ki, obyektimin yenə özünü çağırıram.
və başqa bir parametrim yoxdur. Və mənim burada tək yazacağım return olacaq ki, mənə balansımı qaytarsın. Bu formada. Artıq bizim klassımız hazırdır və mən bunu run eləyirəm. Daha sonra yeni klassımı yaradıram, yəni obyektimi yaradıram. Obyektimin adı hesab olur və e, klassımın adını yazıram. İlk öncə ona məlumatlarımı verirəm. Məsələn, Əhməd deyək və daha sonra balansımı göndərirəm. Balansım 1000 olsun. Və mən burada obyektimi yaratdım. İndi isə bir-bir funksiyaları run edək. Bu zaman hesab pul çıxartmaq desəm, pul burada sadəcə bizdə parametr miqdardır və mən ona 300 deyirəm. Və mən bunu run etdikdə artıq burada gəlir funksiyamı yerinə yetirir və mənə print əmrini də qaytarır. Yəni, mənim seçmək istədiyim miqdar 300-dür və balansım 700-dür. Bəs mən balansımdan çox pul çəkmək istəsəm, məsələn 1300 deyək, bu zaman bizə nə qaytaracaq? Bu zaman bizə S-də olan əmri yerinə yetirir və bizə deyir ki, balansınız kifayət etmir. Digər funksiyamı istifadə edək, hansı ki, balans göstər. Hesab nöqtə balans göstər deyirəm. Və gördüyünüz kimi mənə 700-ü qaytardı. Burada artıq heç bir parametr göndərməyə ehtiyac yoxdur. Bizim burada klassımızda self ad olan hissə bu atribut publicdir. Yəni birbaşa hesab ad ilə əldə edilə bilər. Yəni mən burada private ilə publicin fərqini göstərmək istəyirəm. Hesab nöqtə ad yazsam mənə Əhmədi qaytarır. Amma mən hesab nöqtə balans yazsam mənə error qaytaracaq. Yəni burada əsas prinsip odur ki, bu publicdir. Yəni istənilən user yaratdığınız obyektin istənilən atributunu çağıraraq bunu görə bilər. Amma bu hissəsini isə artıq mən bu funksiyanı yazmadığım müddətcə o yəni görə bilməz. Yəni mən göstərmədiyim müddətcə o mənim balansımı görə bilməz. Yəni burada iki dənə underscore hansı ki alt xətlə başladığı üçün balans atributu private kimi davranır və birbaşa çağırıla bilmir. Bu yolla sistemdə məlumatın doğru idarə olunmasını təmin edirik və bu bizim encapsulation prinsipimizə uyğun gəlir ki, məlumatı gizlədib onları idarə edə bilirik istədiyimiz kimi. İndi isə digər prinsip haqqında danışaq, hansı ki inheritance, irsiyyət deyirik, hansı ki parent klasslarımız var idi və onlar yeni yaranan uşaq klasslar deyirdik. Onlardakı xüsusiyyətlərin bir hissəsini özündə götürür və kod təkrarlanmasının qarşısını alır. Burada heyvanlar üzərindən bir klass yarada bilərik. Məsələn, mən bir klass yaradıram, adını heyvan qoyuram və mən sadəcə heyvanın adını qəbul edirəm. Funksiyamı yaradıram. Self. Daha sonra ad deyirəm, hansı ki qəbul edəcəyim parametrdir və atributumu yaradıram. Daha sonra mən bir funksiya da yaratmaq istəyirəm. Hansı ki
Ee, heyvanın bir növ səsini bildirmək istəyirəm. Məsələn üçün havlayır ya da miyavlayır falan. Bu zaman dev səs çıxar deyirəm və təbii ki, obyektimin özünü çağırıram və burada deyirəm ki, print eləsin mənə nə olduğunu f-stringlə save ad deyirəm. Səslərini deyək. Və bu mənim əsas klassım olur. Və mən başqa klasslar da yaratmaq istəyirəm. Hansı ki, bu klassla bağlı. Yəni, burada heyvanın biz növünü vermədik. O, it də ola bilər, pişik də ola bilər, quş da ola bilər. Yəni, bu bizim parent ümumi klassımızdır. İndi ikinci bir klass daha yaradıram. Burada artıq mən heyvanın növünü bildirirəm. Və adını, məsələn, it qoyuram. Və bir nüans daha var. Əgər siz inheritance prinsipindən istifadə edirsinizsə, yəni başqa bir klassa müraciət edirsinizsə, bu zaman həmin klassın adını mötərizə daxilində yazmalısınız ki, Python yəni artıq burada anlayır ki, siz artıq o klassa müraciət edirsiniz bir növ. Burada artıq yəni eyni qaydada atributlarımı yaradıram və ad, bu dəfə cins deyək. Burada artıq super metodu var. Hansı ki super metodu parent metodundakı atributu çağıraraq valideyn sinifinin konstruktorunu işə salır. Beləliklə artıq oradakı atribut təyin olunur bir növ. Məsələn, burada şey deyək, it. Hansı ki, bizim burada bir parametrimiz vardı, ad. Yəni, biz bunu klassa göndərməliyik. Və mən onu buradan göndərirəm. Ona görə burada yazıram ki, ad. Artıq burada biz parent klassın init metodunu bir növ çağırırıq. Və daha sonra cinsimi yaradıram. Cins bərabərdir cins. Və bir funksiya daha yaradıram burada. Deyirəm ki, def səs çıxar. Obyektimin özünü çağırıram. Və print funksiyasını istifadə edirəm. Deyirəm ki, f-string self.ad deyək. Toplayır. Artıq mənim klassım hazırdır. Mənim burada ikinci yaratdığım klass. Bu klassım bir növ ikinci, yəni uşaq child klass gedir. Heyvan klassım isə artıq parent klass adlanır. Və mən bunu run edirəm. Obyektimi yaradıram. Obyektimin adını qoyuram it və it qoymayaq da it bir qoyaq o zaman. Və burada ikinci child klassımın adını yazıram və ona adını göndərirəm və cinsini göndərirəm. Və klassım yarandı. İndi isə məsələn mən səs çıxar etsəm nə olar? O zaman deyirəm ki, ilk bir səs çıxar metodunu işə sal və run edirəm. Max havlayır. Gördüyünüz kimi
e, bunu yerinə yetirdi. Yəni burada heyvan sinifi ümumi sinifdir və ad atributunu saxlayır və səs çıxar metodunu təmin etmək üçün yaradılıb. İç sinifi heyvan sinifindən irs alır, yəni bir növ ad çağıraraq valideyn sinifinin konstruktorunu işə salır, beləliklə ad atributu da təyin olunur. İç sinifi səs çıxar metodunu özəlləşdirərək fərqli override metod təqdim edir. Inheritance sayəsində kod təkrarından qaçınır və ikinci yazdığımız klass birinci yazdığımız klassı dəyişdirərək, yəni metodunu dəyişdirərək artıq özünə uyğunlaşdırır. Məsələn, biz bunu icra etsək, Max səslənir olacaq. Yəni, çünki burada gördüyünüz kimi mən bu klassın adını yazmadım. Amma onun metodunu istifadə etdi. Yəni, burada əsas prinsip odur. Yəni, mən çağırmasam da inheritance prinsipi sayəsində, yəni bir növ irsiyyət prinsipi sayəsində klass digər klassdakı məlumatları, metodları istifadə edə bilir. İndi isə digər bir prinsip olan polimorfizm haqqında danışaq. Polimorfizmdə əsas məsələ burada fərqli şəkil siniflərimiz var və hamısında eyni metod fərqli nəticələr verir. Yəni hər sinifin özünə uyğun hesablanma qaydası var. Bu nümunəmizdə bizim əsas klassımız budur. Hansı ki, shape deyə bir klass yaradırıq və funksiyamızı tanıdırıq. Pythonda belə bir qayda var ki, funksiyanın kod bloku boş ola bilməz. Bu zaman errorla qarşılaşarıq. Errorla qarşılaşmamaq üçün pass funksiyasından istifadə edirik ki, bizim belə bir funksiyamız var. Biz bu funksiyanı istifadə edəcəyik. Amma hazırda boşdur, yəni hər obyektə görə dəyişəcək. Və daha sonra sizə lazım olan obyektlərin klasslarını yaradırıq. Məsələn, burada kvadratdır. Kvadratın sahəsi necə tapılır? Eni uzunluğuna vurulur. Gördüyünüz kimi eyni metoddan istifadə edirik. Çünki metodların adı hamısında eynidir. Digər bir obyektimiz üçbucaqdır. Yəni, daha doğrusu klassımız. Onun sahəsi hesablanır. Və daha sonra bir funksiya yaradırıq. Burada hansı ki, sahəni göstərdiyi bir funksiyadır. Burada artıq istədiyimiz klassdan istifadə edərək, yəni burada yaratdığımız klasslardan istifadə edərək eyni bir metodu fərqli formalarda nəticələr verməsini görə bilərik. Burada fərqli sinif obyektləri eyni interfeys, yəni ARIA metodunu daşıyır. Sadəcə hər biri özünə məxsus funksiyanı icra edir. İndi isə run edib nəticəni görək. Bu zaman ilk öncə iki obyekt yaradıram. Kvadrat olan, hansı ki rectangle və ona en və uzunluğunu göndərirəm. 5 ilə 6 deyək. Və daha sonra circle obyektimi yaradıram. Daha doğrusu triangle. Və onu da məlumatlarını göndərirəm. Ona da 6 və 8 deyək. Və obyektlərimi yaratdım. 2 obyektim var hazırda. Mən isə indi onların sahəsini görmək istəyirəm. Buna görə funksiyanı çağırıram. Sahəni göstər. Və onun daxilində sadəcə obyektimi göndərirəm. Və o onun metodunu çağırır. Burada R deyirəm. Gördüyünüz kimi, yəni sahəsi 30-dur və mənə onu qaytardı. Mən C desəm, yenidən mənə sahəsini hesablayıb qaytaracaq.
Tam burada əsas məsələ odur ki, bu polimorfizm üçün sadə bir nümunədir. Yəni hər bir yaradılan sinif ARIA metoduna özünə uyğun implementasiya edir. Yəni Shape klassında, hansı ki bu ilk klassımızda mən ARIA metodunu yaradıram, amma boş yaradıram. Yəni bir növ abstrakt olur. Və daha sonra digər yaradılan siniflər onu özünə uyğunlaşdırır. İmplementasiyadır bir növ. İndi isə digər bir prinsip haqqında danışaq, hansı ki abstraction, izahlılıq dediyimiz prinsipdir. Abstraksiyada proqramdakı mürəkkəb detalları gizlətmək, istifadəçiyə yalnız lazımi məlumatları göndərmək üçün istifadə olunur. Onun xüsusi bir kitabxanası var. Ondan istifadə olunmalıdır. ABC gedir. Açılışı Abstract Base Classes kitabxanasıdır. Bu kitabxana modul Pythonda abstrakt sinifləri ya da metodları yaratmaq üçün yəni standart vasitədə istifadə olunur. Abstrakt klasslar özü obyekt yaradıla bilməyən, lakin inheritance, yəni miras alınan siniflərdir. Abstrakt metodlar implementasiyası olmayan, amma törəyən siniflərdə tətbiq edilməli funksiyalardır bir növ. Abstrakt metoddan istifadə etmək üçün bu kitabxanalardan, modullardan istifadə etmək lazımdır. Yəni onları import etmək lazımdır. Daha sonra biz klasslarımızı yaradırıq. Bu öncəki nümunəmizə biraz oxşar olacaq. Burada yenidən shape deyə bir klass yaradıram. Və onun daxilində ABC-ni daxil edirəm, hansı ki ona inheritance edir, yəni bir növ ondan məlumat götürür. Və biraz əvvəlki kimi abstrakt metod qeyd edirəm ki, bu mənim abstrakt metoduma aiddir. Və eyni qaydada yenidən funksiya yaradıram və pass deyirəm. Çünki funksiyam yəni obyektimdən asılı olaraq dəyişə bilər. Burada həm araya, həm də perimetr üçün iki dəyişəni üçün abstrakt metoddan istifadə etmişəm. Daha sonra digər ikinci bir növ child klassımı yaratmışam. Burada artıq əsas klassımı qeyd etmişəm ki, ona müraciət edəcəm, ondan məlumat götürəcəm. Və daha sonra mənə hündürlük və eni və uzunluq verilir. Bunları mənimsədirəm. Yəni atributlarımı qeyd edirəm. Daha sonra area və perimetr funksiyalarıma müraciət edərək mənə uyğun lazım olan məlumatları çıxardıram. Burada əsas prinsip odur ki, məsələn, biz bunu run edək, istifadə nümunəsinə baxaq əsas. İlk öncə görək ki, biz bu shape klassını çağıra bilərikmi? Məsələn, mən s bərabərdir shape deyə obyekt yaratmaq istəyirəm. Və bu mənə error qaytarır. Çünki abstrakt klassdır. Yəni, bayaq dediyimiz kimi abstrakt klassdan obyekt yaradıla bilməz. Məsələn, burada görək polimorfizmlə elədiyimiz hansı ki abstrakt olmayan s bərabərdir shape deyirəm. Gördüyünüz kimi error qaytarmadı, yəni yarandı. Sadəcə yəni içinə biz boş qoymuşuq. Əlavələr, məlumatlar da ola bilər. Bu zaman o əlavə məlumatları götürür. Abstraktda isə əsas məsələ odur ki, biz əlavə məlumatları görmək istəmirik. Yəni onlar bizə lazım deyil. Bu səbəbdən abstrakt metoddan istifadə edirik. Və daha sonra amma biz digər klassdan istifadə edə bilərik. Onu yaradırıq. Rect bərabərdir deyirəm. Shape.
və mən ona 2 parametr göndərməliyəm. En və uzunluq. 4-dən 5 deyirəm və run edirəm. Gördüyünüz kimi mən artıq obyektimi yaratdım və sahəsini görmək istəyirəm. Bunu necə eləyirəm? Rect nöqtə area deyirəm. Bu zaman mənə sahəsini qaytarır 20. Perimetrində isə rect perimetr deyirəm və mənə perimetrini qaytarır. Burada shape, abstract cluster, hansı ki ABC-dən məlumat götürür. Yəni ona bir növ istinad edir. Area və perimetr metodları abstract metodlar kimi biz yaratmışıq. Yəni alt siniflər onları mütləq implementasiya etmək məcburiyyətindədir. Yəni mən burada ona müraciət etməsəm, bu zaman problem yarana bilər. Məsələn, birini silək. Bu mənə error qaytardı. Çünki aria-nı mən orada tanıtmamışam, yəni istifadə etməmişəm. Yəni abstrakt metodların belə bir xüsusiyyətləri var. Rectangle deyə yaratdığımız klassımız, ikinci klassımız shape sinifindən məlumatları götürür və hər iki abstrakt metodu özünə uyğun hesablayır. Bayaq gördüyümüz kimi birbaşa shape klassından obyekt yaratmaq mümkün deyil. Yəni bu Python tərəfindən type error ilə nəticələnir. Burada əsas məqsəd odur ki, biz müxtəlif obyektlərdən istifadə edərək vahid interfeys təmin etmiş oluruq. Yəni burada yalnızca bizim istədiyimiz məlumatlar görünür, qadağa qoyduğumuz məlumatlar görünmür. Ya da biz abstrakt metoddan istifadə edərək funksiyalar yazırıq, metodlar yaradırıq və artıq yaradılmış yeni klasslarda onların işlənməsini bir növ məcburiyyət kimi qoyuruq. Pythonda obyekt yönümlü proqramlaşdırmaq üçün əsas 4 prinsip bunlar idi. Onları nə olduğunu həm nəzəri, həm də praktiki cəhətdən öyrəndik.